iki nəfər dost bir yerdə gedirlər, səs, küy. Birdən dostun biri deyir ki, diyan. Deyir, gəl girək ağaclığa tərəf. Gör ki, bir dənə pişik balası çıxıb ağaca düşə bilmirmi, yox deyir. Onu çıxır, düşür, kömək elgir, düşürdür, deyir, gedək. Dost təəccüb edir ki, bu qədər səsin, küyün, mahnı, oradan qışqıran, oynayan, bu səsi sən necə eşitdin? Deyir, qoy sənə bir şey göstərir. Çıxartır cibindən bir ovuc xırda pul, atır yerə. O pulun səsinə ətrafdan nə qədər adam çevrilir, baxır. Deyir, o səslə, oradakı səsin heç bir fərqi yoxdur, eyni dərəcədə gəlirdi. Amma cəmaatın beyni buna yüklənib deyə, ora daha tez reaksiya verirlər. Beyində ancaq maddiyyatdır, beyində ancaq xeyr güdməkdir, beyində ancaq pul qazanmaqdır və s. və s. Dünyaya yüklənəndə qəlb, onun səsini daha çox tez eşidər.